Salam, Real TV efir buraxılışlarını davam etdirir. Bu dəfəki mövzumuz Müdafiə Nazirliyinin son günlər keçirdiyi təlimlərlə bağlıdır. Studiyada qonağım istifada olan polis polkovniki, hüquq elmləri namizədi Sadir Məmmədovdur. Sadir müəllim, xoş gördük sizi efirimizdə. Öncə də qeyd etdiyim kimi Müdafiə Nazirliyi son günlər təlimlər keçirir. Xüsusən quru qoşunlarında və hərbi hava qüvvələri arasında taktiki təlimlər davam etdirilir. Ona görə də soruşmaq istərdim ki, bu təlimlərin keçirilməsinin əhəmiyyəti nədir? Niyə görə bu təlimlər belə intensiv xarakter daşıyır? Mən konkret olaraq müdafiə hərbiçi deyiləm, ancaq hərbidən məlumatım var. Özüm də həmən müharibələrdə iştirak eləmişəm. 1-ci Qarabağ müharibəsində döyüşmüşük. Əlbəttə, təlimlər bizim gələcək qələbələrimizin nəticəsidir. Nəzəriyyədən təlimə keçmək bir daha bizim hərbilərimizi, hərbiçilərimizi, qüvvələrimizi daha da ruhlandırır. Bunu da 2-ci Qarabağ müharibəsi bir daha göstərdi. 17 il hazırlaşan Azərbaycan dövləti iqtisadi demək olar strategiya, hərbi strategiya, hərbiləşmiş təşkilatların yaradılması, sonra Azərbaycanda təkcə Müdafiə Nazirliyi deyil, eyni zamanda Daxili İşlər Nazirliyinin daxili qoşunları, Dövlət Təhlükəsizlik Xidməti, fövqəladə hallar, bunların birlikdə bu təlimləri keçirməsi gələcəkdə qələbəmizin demək olar ki, nəticəsi kimi qiymətləndirilir. Bunun çox böyük əhəmiyyəti var. Amma Sadir müəllim, bəzən belə fikirlər də səsləndirilir ki, artıq 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tam olaraq qələbə çaldı, zəfər qələbəsini əldə elədi. Amma bu cür təlimlərin keçirilməsini bəziləri düşünür ki, buna ehtiyac yoxdur. Amma sizcə nə dərəcədə bu cür fikirlərin səsləndirilməsi doğrudur? Ümumiyyətlə, təlimlərin keçirilməsinə hər zaman ehtiyac varmı? Hər gün var, hər il var, hər dəqiqə var. Çünki nəzəriyyədən praktikaya keçmək, bu bir növ, artıq biz hamımız ali təhsilliyik, təhsil almışıq. Aldığımız hər bir ixtisas üzrə nəzəriyyədən praktikaya keçmək, deməli, həmin sahəni mənimsəmək deməkdir. Təlimsiz, bax, bugün relyefi nəzərə alaraq, həmin təlimlər həmin əraziyə yaxın olmalıdır. Nəyə görə? Çünki biz bilirik ki, Qarabağın ərazisi çox çətin, yenişli, yoxuşlu, dərəli ərazidir. Orada vuruşmaq, qələbə çalmaq, bunu bir daha bizim 2-ci Qarabağ müharibəsində 44 günlük müharibə göstərdi və eyni zamanda 23 saatlıq bizim antiterror əməliyyatımız göstərdi. Bunlar hamısı həmin hərbi təlimlərin nəticəsidir. Əlbəttə, bunların hamısının əziyyəti, çətinliyi əsgərlərimizin üzərinə düşür. Eyni zamanda onlar idarə olunmalıdır. Kim idarə elədi? Əlbəttə, həmin müdafiə qoşunlarının hamısının istər havadan müdafiə, istər quru qoşunlar, hamısı Ali Başkomandanın rəhbərliyi altında, idarəçiliyi altında həyata keçdi. İcra eləyən kim oldu? Əsgərlərimiz oldu. Bugün biz əlbəttə şəhidlərimizə minnətdar olmalıyıq, qazilərimizə minnətdar olmalıyıq, onların valideynlərinə minnətdar olmalıyıq. Baxmayaraq ki, bax, 2-ci Qarabağ müharibəsində 10 minlərlə erməni əsgərləri dizertir düşdülər də, necə deyirlər ona, qaçırdılar, gizlənirdilər, ancaq bizdə bir nəfər də olsun əsgər geri çəkilmədi. Hətta yaralılar belə, bu bütün təlim zamanı onlara verilən hardasa o dərsdir, o təlimdir, hansı ki öyrədilibdir, necə vuruşmaq lazımdır, döyüşmək lazımdır, yeni texnikadan necə istifadə etmək lazımdır. Təkcə əsgər olmaqla deyil, gərək o texnikaları mənimsəyəsən. Elə texnikalardan... Elə təlimlər nəticəsində həyata keçirilir. Çünki bugün müasir texnikadan istifadə etmək, düzgün onu tətbiq etmək üçün təlimlər çox vacibdir. Öz də bilirsiniz də düşmənlərimiz, erməniləri mən qədər tanıyan yoxdur. Mən onların içərisində 4 il olmuşam. Onlar heç vaxt düzgün şey danışmırlar. Bu günləri uzadırlar söhbətləri. Onlar uzadacaqlar. O dövrə qədər ki, artıq o dəmir yumruq bir daha qalxmalıdır. Qalxmasa xeyri yoxdur. Bax, mən buradan bunu çox məsuliyyətimlə deyirəm. O danışıqlar hamısı əbəs yerədir. Ona görə də bugünkü təlimlər, hansı ki Müdafiə Nazirliyi təşkil edir, birgə təşkil edir. Məsələn, daxili qoşunlarla, Milli Təhlükəsizliyin hərbi sərhəd qoşunları var, fövqəladə hallar var. Çünki müharibə elə bir şeydir ki, orada hər bir hadisəyə ehtiyac olur. Bax, bu təlimlər bir dəfə onları, necə deyərlər, hazırlayırlar. Həm fiziki cəhətdən hazırlaşırlar, həm də belə deyək də, Sadir müəllim, onların müasir avadanlıqlar, həm də
texnika bu təlimlərin həyata keçirilməsində mühüm rol oynayır. Ümumiyyətlə, sizcə beynəlxalq standartlara nə dərəcədə riayət olunur? Çünki dövr dəyişir və biz görürük ki, yeni silah növləri satışa çıxarılır, müasirləşir və buna görə də təbii ki, müasir avadanlıqlarının da istifadə olunması, istifadə qaydaları zəruridir. Ona görə də istədik ki, bu beynəlxalq standartlarda necə tənzimlənməlidir? Bax, mən sizə deyim, 1994-cü ildə Ulu Öndər deməli bir bölmə yaratdı, hansı ki, ən çevik və yüksək döyüş qabiliyyəti olan bölmə yaratdı Respublikada öz sərəncamı ilə. Bunu nə üçün yaratdı? Bu elə o təlimlər üçün yarandı. Bugünkü münaqişələr üçün yarandı. Həmin silahların tətbiqini necə təmin etmək üçün yaradıldı. Və Şuşanı kim aldı? Həmin çevik alay aldı. Həmin, bax, bütün bunlar hamısı təlimlərə gedən yoldur. Təlimlər qələbənin nəticəsi deməkdir. Bugünkü təlimlərin əhəmiyyəti ondan ibarətdir ki, bugün təlim, idmanda da budur, təhsildə də budur, hərbidə də təlimlər əsas rol oynayır. Çünki bir yerdə oturmaqla sağa dön, sola dön, avtomatı əlində tutulan iş bitmir ki. Relief nəzərə alınmalıdır. Aktiv olmalıdır mütləq mütləq formada. Eyni zamanda keçirilən təlimlər həmin əraziyə yaxın olmalıdır. Bax, bu günlərin bizim Türkiyə ilə birlikdə keçirdiyimiz təlimlər, Pakistanla birlikdə keçirdiyimiz, Qazaxstanda keçirdiyimiz təlimlər, bunlar böyük dərsdir. Gələcəyə hazırlıqdır. O zaman Sadir müəllim, təbii 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu həm də bir nümunə ortaya qoydu. Bəli. Və siz qeyd elədiniz ki, biz Pakistanla, Türkiyə ilə bu hərbi təlimləri keçiririk. Və Azərbaycanın ordudakı yaratdığı o model, ordu modeli deyək, o necə beynəlxalq arenada, necə ondan istifadə olunur? Onlar dövlətlər arası sazişlərlə, müqavilələrlə nizamlanır. Çünki əgər bugün biz o müasir silahlardan istifadə ediriksə, tətbiq ediriksə, həmin dövlətlərin nümayəndələrinin iştirakı ilə həmin təlimlər keçirilir. Və bir də burada dərs prosesi var da. Bilirsiniz ki, bizdə hərbi məktəblər var, yaxşı zabitlərimiz var, generallarımız var. Özdə bu ikinci Qarabağ müharibəsindən sonra çox böyük təcrübə əldə etmiş kadrlarımız var. Onların sayəsində həmin dediyiniz məsələlər həll olur. Yeni silahdan necə tətbiq etmək qaydaları, təlimdə istifadə etməsəm, mən əlbəttə adicə əlinizdə telefonu götürək, bu müasir telefonları. Orada əgər məşq eləməsəz, istifadə qaydalarını bilməsək, onu necə bilə bilərsiniz? Təlim də budur. Bax, müharibə üçün hazırlıq budur. Əhəmiyyəti çox böyükdür. Özdə 17 il ərzində bilirsiniz ki, hazırlaşdılar da bu, hansı ki bizdə hərbi strategiya, iqtisadi strategiya, neft strategiyası, bunlar nə üçündür? Hamısı iqtisadiyyatla bağlıdır. Bax, dövlətimiz buna getdi və bunun üçün də bu təlimlər bir daha hazırlılığı göstərir və bizim hazır olduğumuz məlum oldu 44 günlük müharibədə və antiterror əməliyyatında 23 saata biz suverenliyimizi bərpa elədik. Sadir müəllim, siz həm də 1992-93-cü illərdə Qarabağ ərazisində gedən döyüşlərdə də iştirak eləmişsiniz. O zaman belə bir sual yaranır. Təbii ki, o dövrü də görmüsünüz. Azərbaycanın müasir ordu modelini də gördünüz və maraqlıdır ki, hər halda bu suala siz daha yaxşı cavab verə bilərsiniz, düşünürük. Niyə görə həmin dönəmdə bizim ordumuz, biz niyə uduzduq? Bəli, 1992-ci ildə Müdafiə Nazirliyi yaradıldı. Həmin dövrdə də həmən strukturlar var idi. Daxili qoşunlar da var idi. Milli təhlükəsizlik o vaxtlar dövlət təhlükəsizlik gedirdi. Sərhəd qoşunları vardı. Yəni onların müştərək fəaliyyəti üçün var idi hər mütəşəkkil şərait. vəziyyətə gətirmək, həmin təlimlərin keçirilməsini təmin etmək əvəzinə, mən özüm Ağdərədə rəis olanda dəstə-dəstə göndərirdilər orqana götürüb ki, o vaxt polis döyüşürdü. O vaxt Müdafiə Nazirliyi 1992-ci ildə bu tarixdir. Bir ildə 8 Müdafiə Naziri dəyişdi. 8 nəfər Müdafiə Naziri dəyişdi. Rəhbərlik yox idi, başçı yox idi. Ali baş komandan yerində deyildi. Bunu mən tam məsuliyyətimlə deyirəm. Həmin qüvvələri Ağdamın özündə 5 dəstə vardı könüllü, hamısı da vuruşan uşaqlar, təcrübəli, Əfqanistanda olmuş, hərbidə olmuş. Heç onları bir yerə yığan bir rəhbər tapılmadı. Bilirsiniz, bunun hamısı idarəçilikdən və mərkəzdən idarə olunmaqdan ibarətdir. Təlimsiz zatız, yığırdılar, cəmaatı göndərirdilər, o da çıxırdı,
orada da erməni hazırlaşıb, uzun illər silahlanıb. Necə hazırda onlar silahlanırlar. Artıq allada sülh deyə 4 qətnamə vardı 1993-cü ildə. Onu icra eləmədilər. Axırda bizim müharibə həll elədi onu. Ali Baş Komandanın rəhbərliyi altında. Siz qeyd edədiniz ki, həmin il bir il ərzində 8 müdafiə naziri dəyişdi və həmin qurumların adını çəkdiniz ki, onlar halbuki müştərək formada çox iş görə bilərdilər. Amma belə bir fikirlər də səslənirdi ki, həmin dövrdə silah yox idi. İstərdim bu barədə də danışaq. Yox, bilirsiniz nətər, silah buydu ki, silahlar verilirdi. Silahdan düzgün istifadə etmək, harada tətbiq etmək, onları hansı plan şəklində, bu müharibədir, burada plansız heç nə eləmək olmaz, planlaşdırılmalıdır. Yoxsa ura deyib hücuma getməklə nə mənası var idi? Rəhbərlik yox idi, rəhbərlik eləyən yox idi. Açığı deyək də, bunu faktdır bu. Artıq 1993-cü ildə Ulu Öndər gələndən sonra bütün bu, görürsünüz neçə il çəkdi? 1993-cü ildən çəkdi gəldi 20-ci ilə qədər. Neçə il eləyir? 27. Biz adətən 30 ilə yaxın müddət ərzində biz hazırlaşdıq buna. İqtisadiyyatı qaldırdıq, düzdürmü? Neft strategiyasını qaldırdıq, hərbi taktikanı gücləndirdik, sonra hərbiçilər üçün şərait yaradıldı, təlimlərin başlaması və axır ki 17 il çalışan bizim möhtərəm prezidentimiz hal-hazır ki Ali Baş Komandan İlham Əliyev və nəticədə gördük ki, nə oldu? Biz qələbə çaldıq. Nəyin hesabına? Özdə harda, hansı relyefi olan, heç ağıla gələrdi ki, Şuşanı geri almaq mümkündür. O vaxt Şuşa alınmazdı. Şuşanı mən o vaxt işləyəndə Şuşada 4 postdan ibarət müdafiə edirdik. Şuşanı ermənilər gəldi, aldılar. Rəhbərlik yox idi. Düzgün təşkilatçılıq yox idi. Bunu etiraf eləmək lazımdır. Burada heç bir şey yox, bu tarixdir. Ancaq bugün bu təlimlərin keçirilməsi Müdafiə Nazirliyinin təşəbbüsü ilə müştərək olaraq qonşu dövlətlərlə hansı ölkə ilə saziş varsa, müqavilə varsa, təlimlərin keçirilməsi bizim həm təhlükəsizliyimizi təmin edir və müharibə olarsa qələbəmizi təmin edəcək. Çox böyük əhəmiyyəti var. Bunu alqışlamalıyıq. Hər halda sizin də bayaq qeyd etdiyiniz kimi qələbədən sonra təlimlərin keçirilməsi daha da vacibdir. Bu mütəmadi olmalıdır. Mütəmadi, ardıcıl, xronoloji şəkildə olmalıdır. Planlaşdırılır. Əlbəttə, Müdafiə Nazirliyində indi yəqin ki, planlaşdırılır hansı tarixdə. Qış təlimləri var, yaz təlimləri var, yay təlimləri, mövsümə uyğun olaraq təlimlər keçirilməlidir. Bilirsiniz, bütün bunlar çox böyük şərtlərdir. Yaş kateqoriyaları necədir, Sadir müəllim, təlimlərin keçirilməsi zamanı? Nə cür? Yaş kateqoriyası. Onlar hamısı nəzərə alınır, əlbəttə ki. 18 yaşında bugün gedən əskəri buraxmırlar ki, o təlimləri keçməlidir, hazırlaşmalıdır, kurslar var. Mən bayaq dedim, Ulu Öndərin 1994-cü ildə yaratdığı o bölmə, sonra bizim Ali Baş Komandanın yaratdığı bütün o qurumlar, Müdafiə Nazirliyində o strukturlar, hamısı havadan müdafiə qüvvələrinin hazırlanmasıdır. Sonra dənizdə, suda müdafiələrin hazırlanmasıdır. Bütün bunlar hamısı şərtdir. Bu olmadığı halda həmin əskəri kimdir? Yaş kateqoriyası buradadır ki, ən azı 1 il və yaxud da 6 ay təlim keçdikdən sonra həmin əskərlər cəbhəyə buraxılır. Qayda bu olubdur. Həm də beynəlxalq əməkdaşlıqdan danışdınız. Onların standartları biz təlimlər keçərkən beynəlxalq standartlara onları yerinə yetiririk. Bəli. Bax, bizdə hərbi doktrina var da, orada da yazılıb ki, bəli, daima ardıcıl olaraq biz həmin təlimləri mütəmadi olaraq müasir silahlarla istifadə qaydalarını əldə etmək üçün mütləq lazımdır, zəruridir. Ona görə də bu təlimlərin bugünkü gün çox böyük aktuallığı var. Özdə görürsünüz, indi də bu gizlətməli deyil ki, ermənilər Amerikanları, Fransızları çağırır, təlim keçirirlər. Bəli, bu yaxınlarda da keçirilmişdir birgə təlim. Biz burada daha ayıq olmalı. Erməniyə inanmaq olmaz. Qeyri-mümkündür. Erməni niyə sazişə qol çəkdi Paşinyan gecə ilə? Gedib Cıdır düzündə oynayırdı, nə bilim deyirdi Qarabağ. Niyə? Ona görə ki, əgər o qol çəkməsəydi həmən gecə 15 min, 20 min erməni əskəri əsir düşürdü. Gənə humanistlik elədi Ali Baş Komandan ki, insandır, qoy, başa düşərlər, amma başa düşməyəcəklər. Mən buradan çox belə məsuliyyətlə deyirəm ki, ermənilərin ancaq bu dildə danışmaq lazımdır ki,
hərbi dildə danışmaq lazımdır. Axırı da elə olacaqdır. Sadi müəllim, son olaraq soruşmaq istərdim. Ümumiyyətlə, təlimlər zamanı texnikaların ağırlıq dərəcəsi necə olmalıdır? Yəni, bütün növ silahlar orada onlardan istifadə olunur. Piyada qoşunlar üçün təchizat başqadır. Sonra havadan müdafiə qüvvələri üçün başqadır. Su körfəzində olan silahlar başqadır. Quruda istifadə olunan silahlar başqadır. İndi müasir silahlar var da. Bilirsiniz ki, bu pualar var, hansı ki, göndərirsən, gedir, kompüterlə idarə olunur. Bütün bunlardan istifadə çox savadlı olmalıdır bugünkü hərbiçilər. Mən deyərdim ki, əhalinin ən savadlı təbəqəsi hərbiçilərdir. Çünki texnikadan düzgün istifadə etmək qələbə ilə yarıdır. Mən təşəkkür edirəm sizə, Sadir müəllim. Çox sağ olun. Buyurun, sağ olun. Belə xatırladım ki, studiyada qonağım istefada olan polis polkovniki, hüquq elmləri namizədi Sadir Məmmədov idi. Biz Sadir müəllimlə Müdafiə Nazirliyinin keçirdiyi təlimlər, eləcə də onların əhəmiyyəti barədə danışdıq.